Hər vaxtın xeyir olsun Gülşən. Bəli, növbəti tədbirdən məlumat verəcəyik. Qeyd eləyək ki, Azpromanın tədbiri baş tutur. 10:30-da başlayıb və artıq sonlara doğrudur. Burada bir sıra vacib məqamlara toxunuldu. Əsasən də işğaldan azad olunan torpaqlar diqqət mərkəzinə gətirildi və qeyd olundu ki, işğaldan azad olunan torpaqlarda sırf şəhərlərin, kənd və qəsəbələrin salınması elə bu mühitə öz töhfələrini verməyə davam edir. Azərbaycan hər istiqamətdə irəliləyiş əldə etməyə çalışır. Bu fon iş çərçivəsində də artıq yeni addımların atılması nəzərdə tutulub. Qeyd eləyək ki, burada hazırda elə kadrlarda da izləyirsiniz. Azpromanın rəhbəri də tədbirdə iştirak eləyir və öz çıxışı zamanı da qeyd elədi ki, təbii ki, Yusif Abdullayevdən gedir söhbət. O vurğuladı ki, bu fon iş çərçivəsində biz də çalışırıq ki, Azproma olaraq hansı addımlar atılıb bu istiqamətdə, yəni şəhərlərin salınması, mənzil təminatı, insanların mənzillə təmin olunması istiqamətində və digər təbii ki, vətəndaşların həssas sosial təbəqəyə aid olan insanlar var ki, onların da artıq bu istiqamətdə uğur əldə olunması əsas prioritetdir. Ambusman aparatı ilə də mütəmadi olaraq əlaqədəyik, çünki əsas əlilliyi olan şəxslərin təminatıdır, rahat hərəkətidir, onların cəmiyyətə inteqrasiyasıdır və digər məsələlər əsas, belə deyək, öndə duran məsələlərdir, problemlərdir. Qeyd eləyək ki, bu 13 çərçivəsində ilk dəfə Biznes və İnnovasiya Mərkəzi də fəaliyyət göstərir ki, bununla bağlı məlumat vermişdik və bu Azərbaycanın payına düşüb və elə biz də hazırda həmin ərazidə Biznes və İnnovasiya Mərkəzindəyik. Burada bir sıra startup layihələr və şirkətlərin öz layihələri önə çəkilir, təqdim olunur. Uğurlu olanlar da təbii ki, artıq belə deyək, icra olunması istiqamətində tapşırıqlar alır. Hələlik biz Azpromanın məlumatını verdik. Qeyd eləyək ki, Azproma Expo mərkəzindədir və burada tədbirin artıq hansı istiqamətdə olması ilə bağlı da məlumat verməyə çalışdıq. Tədbir davam eləyir, sonlara doğrudur. Artıq qeyd elədiyim kimi növbəti tədbirdən artıq saat 12 efirində detallı geniş informasiya verməyə çalışacağıq ki, bu fon iş çərçivəsində mənzil təminatı, mənzil böhranı, problemlərin aradan qaldırılması istiqamətində nə kimi müzakirələr gedir və addımlar atılır. Hələlik məndən bu qədər, söz yenidən səndə.